Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Sizləri Buzovnadan Mərdəkana gedən yol, Təzə Qoşa Qala restoranının keçəndən sonra Mokko Coffee restoranına çatmamış, tam mərkəzdə, mərkəzi yoldan, şoseydən 200 metrlik, heç yoxdur, 200 metr məsafə yoxdur. Mənə elə gəlir ki, 150 metrlik məsafədə, baxın, 2 mərtəbəli monolit betonla inşa olunmuş 4 sotun içərisində 250 kvadratdır. Ümumi yaşayış sahəsi 5 otaq. Bütün əşyalı 550 min manata bir ev təqdim etməyə başlayıram. Həyətimiz sağ tərəfdə düz axıra qədər yaşıllığımız var. Sol tərəfdə gördünüz bayaq Elvin çəkdi. Axıra qədər yaşıllığımız var. Evin ön hissəsində kiçik də olsa bir yaşıllığımız var. Sol tərəfdə manqalın yanında yaşıllıq var. Amma maşallah torpağın ölçüləri o qədər qəşəngdir ki, çox qəşəng yerləşdiriblər. Birinci mərtəbədə burada bizim mətbəx otağımız yerləşir. Onun arxasında ümumi sanitar qovşağı, ondan sonra bir yataq otağı var. Sol tərəfdə qonaq otağıdır bütöv olaraq. Ümumi giriş qapıdır. Yuxarıda yataq otağıdır. Lap orada yuxarıda valideyn yataq otağıdır. Böyük bir eyvanı var. O valideyn otağı da çox böyükdür. Həm daxilində qardırob otağı, həm də sanitar qovşağı var. Evin içərisində 4 yataq otağı, deməli 1, 2, 3 dənə də sanitar qovşağı yerləşir. Gözəl bir hovuzu var, aşma hovuzdur. Sadəcə bugünkü gündə mən onun pultunu tapanmadım. Hovuzun işıqlandırması da var. Yanır işıq, qazıdır, suyudur, işığıdır, internetidir. Hamısı daimidir. Kameralar çəkilib hazır. Hazır yaşamağa hazır olan bir evdir. Burada bir dənə gözəl manqalı inşa olunub. Ona baxdım, çox xoşum gəldi. Bu da ki, belə düzəldirlər, kül atmaq üçün. Külü bura tökülür, burada belə bir şey var. Atılmağı üçün. Burada su hövzəsidir, bu da mərmərlərindir. Sonra bura boşdur, bura kim istəsə özü bilər, nə istəyir yerləşdirə bilər. Kameraları göstər Elvin. Hovuz, arxa evin ümumi görüntüsü gördünüz. Əziz izləyicilərimiz, yağış yağır, ruzu bərəkətdir, mart ayıdır, Ramazan ayıdır. Novruz bayramına yaxınlaşırıq. Sizlərə gözəl evlər çıxdıqca çəkib biz sizlərə təqdim eləyəcək. Sizlərin yolunuzu gözləyirik Mərdəkanda. Bizim ofisimiz bilirsiniz ki, bu yolun üstündə yerləşir hələ. Kofebağla KFC-nin yanında. Sizi həm ofisdə, həm də telefonda gözləyirəm. Buradakı bütöv olaraq evin qarşısında olan terasdır. Mənə oradan müştərim yazmışdı ki, bağlı, evə birləşik, bağlı olana veranda deyirlər, açıq olana isə teras deyirlər. Təşəkkür edirəm sizə dediyiniz məsləhətlərə görə. Lazım olan şeyləri mən özüm üçün götürürəm, istifadə edirəm. İndi isə gəlin keçək evin daxilinə. Deməli, Elvin, gəl bir dənə zəhmət var. Evin içərisində keçən kimi bu ağıllı sistemi göstərim. Ev bütöv olaraq ağıllı sistemlə. Günaydın, salam. Ağıllı sistemlə yığılıb. Burada. Bu da ki, düz qapının kənarından bura olan domofonumuzdur. Evin ümumi giriş hissəsidir. Nə qəşəng görsəndim burada. Evin ümumi giriş hissəsidir. Hündür tavandır, yəqin ki 4 metr olar. Birinci mərtəbədə yerləşir bir yataq otağı, ümumi sanitar qovşağı, mətbəx, bir dənə qonaq otağı. Evin qiyməti 550 min manatdır. Yerləşmə yeri haqqında, ev haqqında onsuz sizə məlumat vermişəm. Keçən kimi sağ tərəfdə burada belə bir dolab var. Burada da bəzənmə ayna var. Burada bəzənmə stolu kimi nəzərdə tutulub. Kiçik bir dolab. Sağ tərəfdə mətbəx, baxın, mətbəx otağının qapısı açılır. Ev bütöv olaraq əşyalıqda bilirsiniz, məlumat vermişəm, bir daha söylürəm. Burada sobalardır, qaz sobasıdır. Bir dənə bunlara baxmamışam. Burada qoyulub. Paltar yuyan maşından qab yuyan maşının yeri qoyulub. Burada isə soyuducu var. Stul. Buradan birbaşa verandaya çıxış, bir də ki, ümumi girişdən, bir də ki, bura vitrin pəncərədə də həyətə baxır. Gəl gedək, bunun arxasında birinci yerləşir, nə? Ümumi sanitar qovşağı Elvin. Ev bütöv olaraq burada duş kabinasıdır ayrıca. 220 kvadratdır yaşayış sahəsi. 220 kvadrat monolit betonla inşa olunub. Altı, sonra ara kəsmə, üst tavan, hamısı monolit betondur. Qoşa daşdır, içərilər də belə qoşa daşdır. Birinci mərtəbədə olan yataq otağı. Ev bütöv olaraq issi döşəmə ilə təmir olunub. İndi onsuz da bütün evlər issi döşəmə ilə təmir olunur. Bir də olur, bəzi evlərin ikinci mərtəbələrində batareyalarda çəkirlər. Bura isə qonaq otağıdır. Qonaq otağında da hər bir şey var. Stoludur, divan, kreslo, balaca bir
ön stoludur, sonra orada TV stenddir, yığılıb, tam mərkəzdə televizordur, evin kamera xəttləridir, sonra evin Wi-Fi-dir, internetidir, hər bir şey çəkilib hazırdır. Buranı da göstərək evin. Buradakı evin qarşısında olan verandadır da. Buradan da giriş-çıxış var. Bütün qapılar hamısı ciflidir. Həm qapı kimi, həm də pəncərə kimi istifadə olunur. İndi isə qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbənin üstü də belə monolit betondur. Burada bizim pilləkən qəfəsimizdir, əziz izləyicilərimiz. Qalxdıq ikinci mərtəbəyə. Bizim pilləkənimiz hamısı mərmər daşlarla yığılıb, təmir olunub. İkinci mərtəbədə 3 yataq otağı, bir dənə sanitar qovşağı var. Hamısı da əşyalıdır. Gəlirsən elə, gələn kimi keçək birinci yataq otağına. Gəl keçək bu tərəfdən ikinci yataq otağına. Ön hissəyə, həyətə baxan yerdə kiçik bir burada eyvan var. O tərəfdə də eyvan var. 4 yataq otağı. Qiymət isə 550 min start qiymətdir. Yola çox yaxın bir ərazidə da. Düz Mokko'nun yanında, Mokko'ya yaxın bir ərazidə. Mokko Kofe evinin yaxınlığında, yanında. Təzə Qoşa Qala restoranın keçəndən sonra çatmamış. Təzə Qoşa Qala restoranına çatmamış. Radar var. Radarın yaxınlığında. Mərkəzi yoldan 200 metr. 2 mərtəbə. Buradakı ən böyük, ən geniş yataq otağıdır. Mənim ki, qonaq otağıma yataq otağı dəyişik sallam. Qarşısına görün, naboyda bir eyvanı var. Çox böyük bir eyvanı var. Sonra yataq otağı özü geniş, böyük bir yataq otağıdır. Yataq otağının daxilində qardırob otağı. Bütün dolablar yığılıb. Yataq otağının özünün sanitar qovşağı. Bağışlayın, bunu yandırmamışdım. Oldu. Elvin, hər şeyi təqdim elədim. Hə? Bitdi də. Əziz və dəyərli izləyicilərimiz, sizləri bir daha söyləyirəm. Mərdəkan Buzovna şosesinin üstündən salamladım. İndi isə buradan tam təqdimatımızın axırda sizinlə burada sağollaşıram. Sabah 21:00-da görüşmək ümidiyle.